Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz və hörmətli izləyicilər. Bildiyiniz kimi hal-hazırda Türkiyədə və Azərbaycanda və ya digər yerlərdə çox müzakirə olunan mövzulardan da biri İsrailin İdlibin 70 kilometrliyində yerləşən Əbu Zuhur hava bazasıdır. Və İsrailin orada hücumu bir neçə inşaata ziyan vurdu. Deyilənə görə insani itkilər yoxdur. Bu hücumun mahiyyəti və hansı mesajlar daşıdığı haqqında da fərqli fikirlər yönəlilir və fərqli analizlər olunur. Amma həqiqət nədir və bizim buradan və bu hücumdan başa düşdüyümüz nədir? İnşallah istəyirik ki, bir yerdə araşdıraq. Hər şeydən öncə bunu deməliyəm ki, Colani və ya özünü Əhməd Əşşara kimi tanıtdıran Suriye'nin qondarma prezidenti ki, özünü prezident elan edib, bu məsələyə çox sərt şəkildə qınamaqla kifayətləndi və İsraili qınadı və deyir ki, sizdən belə bir şey gözləmirdim, niyə axı bizi vurdunuz və sadəcə bununla kifayətləndi ki, biz bu hücumu qınayırıq. Sonra dedi ki, biz İsraillə düşmən deyilik, biz İsrailin mənafeyinə ziddiyyət yaradan və ya zərər yetirən bir dövlət deyilik, İsrailin düşmənləri ilə düşmən bir ölkəyi və başladı yenə zillət və xarlıq dolu yalvarmağa. Amma bunun hücumu və bu hücumun mesajları nə idi və bu hücum niyə həyata keçdi? Bunun ola bilər ki, həm Türkiyəyə, həm Suriyaya fərqli mesajları olsun. Baxın, Türkiyə həmən hava bazasında, hava limanında istəyirdi ki, bəzi texnikalar gətirsin, hərbi texnikalar, o cümlədən havada müdafiə sistemləri gətirmək istəyirdi ki, bu İsrail tərəfindən qəbul edilməz adlandırıldı və bu hücumda o məhz həmən məsələyə görə oldu və dedilər ki, bizim Suriyədə Türkiyənin hər hansı bir hərbi yerləşməsinə icazə verməyəcək və bu İsrailin milli mənafeyinə ziddiyyəti var və bu adla da Türkiyənin oradakı bazasını və ya oradakı olan mənafeyini hədəfə aldılar. Suriyə olan mesaj aydındır. Yəni ki, hal-hazırda diz çökübsən, hal-hazırda aciz, hal-hazırda bədbəxt günə düşübsən, hal-hazırda sən heç bir özündən bir müstəqilliyin yoxdur, özündən heç bir iradən yoxdur və yalvarmaq vəziyyətindəsən və bu vəziyyətdə də davam etməlisən və hər hansısa bir gücün gəlib Suriyada yerləşməsinə icazə verməməlisən və bu bədbəxt vəziyyətdə də qalmalısan. Kefimiz istəyən yeri vuracaq, kefimiz istəyən hücumu da edəcək. Necə ki, bilirsiniz də, Colani Suriyədə iş başına gələndən bəri Suriyanın cənubunu demək olar ki, İsrail özünkü edib, Suveydada və ya Quneytara tərəflərində də həmçinin və açıq-aşkarda sözü budur ki, hətta Suriyanın özü hal-hazırda bu qondarma ordusu belə o ərazilərə gələ bilməzlər və İsrailin öz ordusu oradadır. Qolan təpələrinin qalan hissəsini də işğal edib və Suriyanın cənubunu mənimsələyir. Suriyanın su anbarlarını işğal edib, özünkiləşdirib və hətta Suriyanın Livanla olan sərhədinə tərəfdə maraqlarını göstərir. Bu aydın bir mesajdır ki, Suriya deyir ki, sən bədbəxtsən, burada kefim istəyən işi görəcəm, burada sən heç bir müstəqilliyin olmayacaq və bu vəziyyətdə, bu fəlakət və bu xarlıq vəziyyətə davam etməlisən, çünki mən belə istəyirəm. Amma Türkiyə olan mesaj nə idi? Türkiyə mesaj budur ki, bax, öz həddini bil, açıq-aşkar. İsrail, Türkiyə bu mesajı daşıyır ki, öz həddini bil, sən Suriyədə ticari alverlər edə bilərsən, hansısa inşaat edə bilərsən, hansısa tikintilərlə məşğul ola bilərsən, hansısa lojistiki fəaliyyət edə bilərsən, amma hərbi fəaliyyəti Suriyədə ağlından çıxart və bu məsələni ümumiyyətlə unut. Biz icazə verməyəcəyik, biz imkan verməyəcəyik və bu işi də fakt görürlər. Baxın, 2025-ci ildə Homsun kənarında ya yaxınlığında olan T4 ya T4 aeroportunda da hücum oldu orada. Tam o zamanda oldu ki, Türkiyəli bir mühəndis komandası orada yerləşdiyi vaxtı vuruldu və bildiyimə görə orada Türkiyəlilərdən də öz canlarını əldən verən və itkilər də oldu və Türkiyə heç bir reaksiya vermədi və bu səfər də Türkiyənin bazasını vurdular, Türkiyənin oradakı inşaatını və Türkiyə aid olan hərbi texnikaları vurdular və Türkiyənin heç bir səsi çıxmadı. Və bu ilk dəfə deyil, baxın, bunun ilk dəfəsini baxmaqsızda 2010-cu ildə Mavi Mərmərə gəmisi və o hadisəni biz xatırlada bilərik. Hansı ki, 2010-cu ildə neçə gəmi, 6 gəmi
Qəzzənin mühasirəsi yarımağa görə Türkiyədən yola düşmüşlər ki, Mavi Mərmərə də o gəmilərdən biri idi və açıq şəkildə Qəzzənin sahillərinə 70 dəniz mili qalanda İsrailin komandoları bu gəminin içinə indilər və orada 10 nəfəri şəhid etdilər və çox rahat şəkildə çıxdılar və Türkiyə dövlətinin cavabı yalnız bu hərəkəti və bu işi qınamaqla kifayətləndi və heç bir cavab Türkiyə tərəfindən görülmədi. Və yəni bu neçə dəfə olur? Bu 4 və ya 5-ci dəfədir ki, İsrail birbaşa Türkiyənin mənafeyini vurur və Türkiyə heç bir cavab vermir. Və bu nəyə görədir? Yəni Türkiyə nə olmalıdır? Artıq nə baş verməlidir ki, İsrailə cavab versin? Yəni sizin gəmidə, sizin ölkədə aid olan gəmidə açıq-aşkar sizin vətəndaşlarınızı vururlar, siz cavab vermirsiniz. Tiforda sizin mühəndislərinizi vururlar, siz cavab vermirsiniz və edilib ki, yəni əvvəlindən hətta Bəşər Əsədin vaxtında da edilib bu Əhməd Şara ya Colaninin əlində olan bir yer idi. Əhməd Şara demək düz deyil, çünki o bu adla istəyir ki, öz keçmişini unutsun. Elə biz onu Colani qələmə alırıq və Colani kimi xitab edirik. Bu Colaninin əlində və o Cəbhət-ül Nusrənin əlində olan bir yer idi, edilib. Və o edilibin Türkiyə asılılığı, yəni bu son 1-2 ilin məsələsidir və illərdir ki, o bölgə Türkiyə asılıdır və Türkiyənin nəzarətindədir. Yəni Colani ilə Türkiyə nəzarətindəydi o zaman. Yəni gəlib elə bir yeri vurursa və açıq-aşkar deyir ki, mənim İrana olan hücumum üçün bu koridor ki, Türkiyə, üzr istəyirəm, Suriya və İraq havasıdır və ya Yordaniya havasıdır. Burada heç bir havadan müdafiə sistemi olmamalıdır, burada heç bir problem olmamalıdır və mən açıq şəkildə gedib İranın sərhədlərinə qədər yaxınlaşmalıyam və istədiyim əməliyyatı həyata keçirməliyəm. Və hər kim bunun qarşısını alsa, mən onu bombalayacam. Və gəlir Türkiyənin bazasında orada bombalayır. Nə baş verməlidir? Artıq sizə necə bir hücum olmalıdır ki, siz İsrailə qarşı bir cavab verəsiniz. Bunu təbii ki, biz Türkiyənin xalqına deyil, Türkiyənin hal-hazırda başda olan dövlətinə deyirik, hakimiyyətinə deyirik. Nə baş verməlidir ki, siz İsrailə cavab verəsiniz? Artıq mən elə güman edirəm ki, hətta İsrail gəlib Türkiyənin öz ərazisində, Türkiyənin öz xəritəsinin daxilində də bir əməliyyat həyata keçirsə, hər hansı bir hədəfi vursa, Türkiyə cavab verməyəcək. Necə ki, Qətərdə gəldi və bir binanı vurdu və Qətər vətəndaşları da orada şəhid oldular. Hətta Qətər orada belə cavab vermədi. Mən elə güman edirəm ki, Türkiyədə həmçinin, yəni elədir. Hətta əgər gəlib Türkiyənin öz ərazisində də bir yeri vursalar, heç vaxt Türkiyədə o siyasi iradə yoxdur ki, cavab versin. Və arxayınçılıq var. Baxın, qəribə bir rahatlıq və arxayınlıq var İsrail tərəfində ki, biz Türkiyəyə qarşı nə etsək belə, Türkiyə bizə cavab verməyəcək. Bu arxayınlıq hardan gəlir? Baxın, belə bir şey deyək ki, İrana qarşı onlar bir əməliyyat edəndə, İrana qarşı onlar hər hansı bir təhdidi həyata keçirdəndə, İsrail ordusu tam şəkildə hazırlıqlı vəziyyətə keçir. İsrail ordusu hava qüvvələri olsun, havadan müdafiə və s. hamısı hazırlıqlı vəziyyətə keçir ki, İran hər an bizi vura bilər. Niyə? Çünki qorxur. Çünki bilir ki, bu vuracaq. Amma gəlirlər Türkiyənin bazasını vururlar, Türkiyəni açıq-aşkar təhdid edirlər. Deyirlər ki, bir də gəlsən, bir də vuracaq. Heç bir hazırlıqla görünmür, heç bir həyəcan, heç bir stres, heç bir gərginlik İsrailin daxilində yaşanmır və çox arxayındırlar və əmindilər ki, Türkiyə buna heç bir cavab verməyəcək. Bu arxayınlıq hardan gəlir? Türkiyənin siyasi iradəsinin olmamasındanmı və ya Türkiyənin dövlətinin onların qulluğunda olmağındandır? Yoxsa Türkiyə dövlətindən onların əlində hansısa bir kompromat deyək, yoxsa başqa şey deyək, ona görədirmi? Bu arxayınlıq nədəndir və bu məsələ üstündə çox ciddi şəkildə fikirləşmək lazımdır, düşünmək lazımdır ki, bu arxayınlıq hardan irəli gəlir ki, bunlar bu qədər rahat və sərbəstlər və istədikləri hücumu da edirlər. Və mən elə güman etmirəm, mən daha doğrusu böyük ehtimalla əminəm ki, Türkiyənin paytaxtını belə bunlar vursalar, hədəf alsalar, Türkiyə tərəfindən bunlar hərbi bir cavab görməyəcəklər. Bir siyasi bir cavab da görməyəcəklər. Qınamaqla və ya bir hansısa formal bir bəyanı ilə bitəcək. Və bu da onun göstəricisidir ki, baxın, Türkiyə, Pakistan və Ərəbistan sazişinə qayıdır hər şey. Yəni, burada ona da bir növ cavab var. Ki, özünü müdafiə etməyə, öz bazasını, öz sərhədlərinə yaxın olan bir yerdə, bir məkanda
öz bazasını və öz texnikasını İsrail hədəf alır və cavab verməyə bunların iradəsi yoxdur. Bunlar hətta İsraili təhdid etməyə belə bunların bir cəsarəti yoxdur. Belə bir ölkə gəlir koalisiya yaradır və deyir ki, bu koalisiyanı mən İsrailin əleyhinə yaratmışam. Bu çox gülünc bir məsələdir. Bu çox gülünc bir məsələdir. Çox avamcasına olan bir şeydir. Baxın, deyirlər ki, İslam NATO'su yaranır filan. Hətta bizim kanalda da çox güman ki, şahid olmuşsunuz ki, o haqda danışanda gəlib dedilər ki, bu məsələdən nigaran olan yalnız İrandır və İsraildir. İslam NATO'sundan narahat olan ancaq kafirlərdir və gəlib belə bir axmaq sözlər də deyirlər, üzr istəyirəm ifadəmə görə. İslam NATO'dursa, həqiqətən də İsrailin əleyhinə yaranıbsa bu, həqiqətən də İslamın mənafeyinin xeyrinə yaranıbsa, bu da ən gözəl fürsətdir. Niyə heç bir reaksiya vermirsiniz? Niyə heç bir hərbi reaksiya bildirmirsiniz? Baxın, çox gözəl, Suriyədə gəliblər və Türkiyənin mənafeyini vurublar. Türkiyə heç bir reaksiya vermir. Neçə il öncə, hətta 12 günlük müharibədən öncə, xatırlayın, Suriyədə Bəşar Əsəd hələ hakimiyyətdə idi. Suriyədə gəlirlər Dəməşqdə və İranın konsulluğunun kənarındakı bina ki, konsulluğa aid idi o binada vurdular və orada bir neçə İranlı şəhid oldu. Nəticədə birinci Sadiq Vəd əməliyyatı həyata keçdi. İran balistik raketlərlə, kruz raketlərlə və dronlarla İsrailə tərəf hücum etdi. Böyük bir hücum etdi. Hər tərəfli və çox saylı bir hücum etdi və İsrailə ağrıdıcı zərbələr endirdi. Niyə? Çünki siyasi iradəsi var. Onun mənafeyinə hücum etdilər. İran da dərhal cavab verdi. Biz Türkiyədən gözləntimiz budur. Nəinki biz? Bir güclü dövlət özlərini təqdim edirlər. Özlərini Bayraktar var, havadan üstünlüklər belə var. Havadan müdafiə bizdə belədir. Ay, bizim belə qoşunumuz var. Bizim 6000 kilometrlik qitələr arası raketimiz var və s. Bismillah, başlayın. Ən yaxşı fürsətdir. Sizin mənafeyinizi vurublar, sizin bazanızı vurublar və siz niyə cavab vermirsiniz bu məsələyə? Siz ki, hal-hazırda Pakistan və Ərəbistanla İslam NATO'su yaradıbsınız. Pakistan niyə burada heç bir reaksiya bildirmir? Ərəbistan niyə burada heç bir reaksiya bildirmir? Çünki formaldır, çünki bunlar hamısı şovdur, bunlar hamısı sağmal inək olan Ərəbistandan pul sağmaq üçün yaranan bir şəraitdir ki, bunlar da istifadə ediblər və imzalayıblar və onlardan pul almaq istəyirlər. Formaldır, görünüşdə yalnız İranın əleyhinə, İranı məhdudlaşdırmaq üçün olan bir şeydir. Baxın, bilirlər ki, İran bunu inanan deyil, bilirlər ki, bu koalisiyanın yaranmağa, bilirlər ki, bu üç tərəfli müqavilə və ya müdafiə sazişi İrana heç bir reaksiya bildirməyəcək. Amma yalnız onun üçündür ki, Yəmənin hücumlarını biraz məhdudlaşdırsınlar. Yalnız onun üçündür ki, İranı bir növ qane etsinlər ki, növbəti bir müharibədə Ərəbistanı vurmasın və belə bir məsələlər üçündür ki, bu da alınan bir mövzu deyil. Baxın, biz real baxaq. Təsəvvür edin ki, həqiqətən bir koalisiya yaranıb. Pakistan, Türkiyə, Ərəbistan arasında həqiqətən bir koalisiya yaranıb və həqiqətən qərardır ki, bunlar bir-birindən müdafiə etsinlər və həqiqətən qərardır ki, hər hansı bir ölkə bu üç səndən birinə hücum etsə, öbürü ikidən də bu müharibəyə daxil olsunlar. Təsəvvür edin ki, bunların hamısı realdır və həqiqətdir. Burada ən ciddi problem kimə yaranmalıdır? Mən bu koalisiya yaranması haqqında olan söhbətimdə də onu qeyd etmişdim. Ən böyük nigarançılıq burada yaranmalıdır Amerika üçün. Niyə? Çünki sağmal inəyi sağdığı yerdə ona bir şərik çıxıb. Ərəbistandan, ərəb ölkələrindən trilyon dollarlıq müqavilələr bağlayır, 100 milyardlıq müqavilələr bağlayır, 100 milyardlarla pul onlardan qopardır, aparır. Nəyə? Çünki onlardan müdafiə edəcək adıyla. Orada hərbi bazalar quracaq adıyla, onlara silah satacaq adıyla. Belə bir şəraitdə Pakistan və Türkiyə ki, hər ikisi də müsəlman ölkələrdirlər, hər ikisi də müsəlman xalqlardan təşkil olan ölkələrdirlər, dövlətləri təbii ki deyil, gəlirlər və bunu sağmal inəyinə şərik düşürlər. Bu, nigaran etməlidir onu. Niyə? Çünki əgər bu hadisə baş verərsə, artıq o Ərəbistandan aldığı pullar ən azından əvvəlki qədər olmayacaq, ən azından əvvəlki miqdarda olmayacaq və keyfiyyəti də o qədər olmayacaq və onun nüfuzunun orta şərqdə aradan getməsinin mənasıdır da. Yəni, ikinci bir güc gəlib ki, bunlardan pul alır və bunların təhlükəsizliyini qorumağa çalışır. Amerika üçün bu çox təhlükəli bir məsələ olmalıdır. Amerika üçün bu prinsipli və həyati bir məsələ olmalıdır. Amma baxın, bu Trump necə bildirir və öz mövqeyini bu saziş haqqında necə bildirir? Deyir ki, bu razılaşmanı görməkdən çox məmnunam.
və bunu Yaxın Şərq ölkələrinin bir araya gəlməsinin göstəricisi adlandırıram və o sazişi həmçinin böyük, cəsarətli və mühüm ilk addım kimi də təqdim edir Tramp. Yəni nə? Yəni əslində elə bir şey ki, Tramp üçün çox həyati və çox prinsipli bir məsələ olmalıdır ki, qarşısını alsın. Tramp ona çox mühüm, çox yaxşı və çox gözəl adlandırır. Niyə? Sənin sağmal inəyivə şərik düşüblər, sənin regiondakı, Orta Şərqdəki nüfuzuna şərik düşüblər, sənin orada yeganə güc idin ki, bunlardan bunların təhlükəsizliyini qorumaq üçün sən şərik düşüblər burada. Niyə sən bundan məmnunsan? Çox maraqlı bir sualdır. Baxın, dediyim kimi, mənim təhlilim bu məsələdən belədir ki, Türkiyə və Pakistan adının altında gəlib onlar istəyirlər ki, hərbi fəaliyyətlər içində. Yəni baxın, 40 günlük müharibədə İran bunların bazalarına çox böyük ağır zərbələr vurdu. Bunu artıq bütün dünya danışır, bunun pek görüntülər çıxır, bu haqqında bəlkə biz 15-20 veriliş danışmışıq, ətraflı şəkildə hər şeyini danışmışıq və s. Yəni, qayıtmalı ehtiyac yoxdur. Sonra bir atəşkəs dönəmi olur. Atəşkəs dönəmində danışıqlar gedir, sonra bir memorandum imzalanır və memorandumdan 20-ci gün sonra yeni bir müharibə başlayır İranla Amerika arasında. Çünki bəzilərinə 13 günlük müharibə deyirlər, 16 günlük, 17 günlük, bilməm adı nədir. Hörmüz boğazının üzərində gedən müharibədən danışırıq. Və bu müddətdə Amerika öz bazalarını yenidən inşa edir, milyardlar yenidən qoyur, 58 milyard idi, səhv etmirəmsə, yenidən Konqresdən Pentagona büdcə verilir və bu büdcənin adını müxtəlif şeylər qoyurlar. Biri də İran müharibəsində olan ziyanları ödəməkdir. Amma bütün o büdcə gedir hara? Regiona gedir, yəni Orta Şərqə gedir ki, Amerika bazalarını yenidən inşa etsinlər ki, İrana hücum etməyə. Kuveytdə gizli bazalar düzəldilər, Ərəbistanda gizli bazalar düzəldilər, Qətərdə, Birləşmiş Ərəb Əmirliklərində və hamısında Bəhreyndə gizli bazalar düzəldilər. Olan bazalardan başqa, yəni o bazalar ki, mövcuddur və 40 günlük müharibədə zərbə almışdılar. Onlardan əlavə yeni bazalar inşa edirlər gizli şəkildə ki, İran bilməsin. Həmən bazaların havadan müdafiə sistemlərini gücləndirirlər, vurulmuş radarları əvəz edirlər müəyyən miqdarda və s. Yeni bir müharibəyə hazırlaşırlar. 17 gün ərzində İran silib süpürür olan hamısını. O qədər milyardlarla xərc qoydular, neçə ay və bütün öz ideyalarını, öz fikirlərini, öz tanımamış silahlarını gətirirlər. Xatırlayırsınız da, qara qartal gətirmişik, belədir, elədir. Yeni radarlar gətirmişlər, Sirəm radarlarının sayısını çoxaltmışdılar və s. İran silib süpürdü hamısını. Və bir növ Amerikada belə bir sual yaranır ki, biz nə vaxta qədər milyardlarla xərcləyəcəyik ağır texnikalarımızı, ağır silahlarımızı, nadir və istehsalı çətin olan silahlarımızı milyardlar xərcləyib gətirib regionda yerləşdirəcək. Hər hansı bir hadisə olan kimi İran vurub bunların hamısını silib süpürəcək. Bundan sonra balaca bir gərginlik olan kimi İran bunları hədəf alacaq və bizə ziyan vuracaq. Bunun qarşısını almaq üçün nə etmək istəyirlər? Pakistan və Türkiyə adının altında istəyirlər həmən yerə. Yəni Türkiyə gəlib baza yaratsın, Pakistan gəlib hər hansı bir baza yaratsın və o bazanın daxilində Amerikalılar fəaliyyət etsinlər. Baxın, bu çox dəqiq bir məsələdir. Bu incə bir məsələdir. İran Türkiyənin bazasını vurmayacaq, İran Pakistanın bazasını vurmayacaq. Amerika gəlib bu ölkələrinin bayrağının altında öz üçün baza yaratsın. Ona görədir ki, Trump gəlir belə bir hadisəni bu qədər sevinclə və bu qədər həvəslə tərifləyir. Aydın bir məsələdir. Çünki əgər həqiqətən də real olsaydı və həqiqətən bu məsələ, bu koalisiyanın yaranması formal olmasaydı, Trump bundan nigaran olmalıdır, təhdid etməlidir və s. Necə ki, Omanı, baxın Omanı niyə təhdid edir? Oman görürsünüz də son günlərdə neçə dəfə təhdid edib, hətta Oman ölkəsinə deyir ki, biz sizi yerlə yeksan edəcəyik. Belə bir təhdid edir. Niyə? Çünki Oman İranla artıq danışıqlarda belə bir razılığa gəlib, xatırlayırsınız da, bunu mən öncədən dedim ki, İranla Amerika arasında heç bir danışıqlar yoxdur, danışıq hal-hazırda. Yalnız Oman və İran arasındadır, Hörmüz boğazının məsələsinə görə. İranla Oman razılığa gəlib, İranın istədiklərinə, Oman razılaşdığı vəziyyətdə Amerika yəni təhdid edir ki, İranın istədiklərini həyata keçirsən, İranın dediyi şərtləri imzalasan, mən səni bombalayacam, belə eləyəcəm, edəcəm. Həqiqətən də edə biləcək. Baxın, dünyada neçə ölkə var ki, Amerika ora nüfuzu yoxdur. Neçə ölkə var ki, Amerika istədiyi rahat şəkildə orada hakimiyyət dəyişə bilməz. Məncə Çindir, Rusiyadır, Şimali Koreyadır və İrandır. Güman etmirəm ki, 5-ci bir ölkə olmuş olar. Üzr istəyirəm, 5-ci ölkə Kuba kimi də qələmə alsaq, güman etmirəm ki, 6-cı bir ölkə olur orada.
Yəni nadir hallarda barmaq sayısı qədər ölkə var bu dünyada ki, Amerika istədiyi vaxtı, istədiyi şəkildə orada hakimiyyət dəyişikliyi edə bilməsin. Oman da onlardan biridir. Yəni əgər istəsə, orada sultanlıq ailəsidir, Oman sultanlığı da deyilir. Vura bilər onların hamısını və istədiyi bir hakimiyyəti yenidən gətirə bilər və dəyişiklik edə bilər. Ona görə Omanı təhdid edir ki, məbada İranın dedikləri ilə razılaşarsan, məbada mənim mənafeyimə zidd olan bir şeyə qol çəkərsən sən, yoxsa səni vuraram, dağıdaram, belə edərəm. Bəs necə olur ki, Ərəbistan gəlir, onun mənafeyinə şərik qoşur orada. Özü də müsəlman şərik qoşur. Özü də iki ölkəni gətirir, şərik qoşur. Özü də biri də atom bombası olan bir ölkədir, Pakistan. Trump burada razılıq elan edir. Sevinir. Hətta bu region ölkələrinin birləşməsinin mühüm bir addımı kimi qələmə alır bunu. Şübhəlidir, əlbəttə ki, şübhəlidir. Əlbəttə ki, bunun arxasında Amerikanın və İsrailin mənafeyinə xidmət edən maraqlar var. Yoxsa başqa heç bir iş ola bilməz. Və belə bir məsələ, yəni Türkiyə, görürsünüz də, çoxları deyirlər ki, Türkiyə İran deyil, Türkiyə İsrail hər hansı bir çəp baxarsa belə edərik, Türkiyə qarşı çaşarsa, ay elə olar, belə olar. Hətta mən gördüm bəziləri yazırlar ki, necə ki İranın ballistik raketlərini bu müharibədən öncə heç kim bilmirdi və hamı elə bilirdi ki, yalandandır və ya faydasızdır, effekti azdır və s. belə şeylər deyirlər. Amma bu müharibədə sübut oldu ki, elə deyil. Türkiyədə lazım olan vaxtı gələcək və gələn vaxtı sübut edəcək ki, silahları və onun dronları, puaları, raketləri və s. necə effektivdir. Vaxtıdır. İsrail açıq-aşkar sizi təhdid edir, İsrail açıq-aşkar sizin mənafeyinizə hücum edir, İsrail açıq-aşkar sizin bazanızı hədəfə alır və siz heç bir reaksiya bildirmirsiniz. Bu siyasi iradənin olmamasıdır, bu siyasi iradənin zəifliyidir, puçluğu və xarlığıdır, başqa heç bir adı yoxdur bu məsələnin. Əziz izləyicilər, bu mövzu haqqında bu qədər. Çünki çox da mühüm bir şey yoxdur ki, deyilsin. Sadəcə bir daha sübut olunur, bir daha rüsvay olurlar bunlar ki, İslam adıyla danışıb dünyaya meydan oxuyan puç və içi boş və kağızdan olan sərkərdələrdirlər. İstər Türkiyədə, istər digər ərəb ölkələri və həqiqi müsəlman və həqiqi Məhəmməd sallallahu əleyhi və səlləm əleyhin bayrağını daşıyan ölkə və qüvvə kimdir, bir daha sübut olunur burada. Digər bir məsələ, bir qısa izah edim və inşallah burada da sona çatdıraq. Son günlər, həssas günlərə yaxınlaşırıq. Bundan öncəki söhbətimdə dediyim kimi bu puzzle hissələrini tamamlaşır və İran yeni bir hücuma hazırlaşır. Sərdar Nəqdi, General Nəqdi Keşikçilər Korpusunun sözçüsü də üzr istəyirəm, siyasi müavini də çox açıq-aşkar dedi ki, İran öz doktrinasını dəyişib və müdafiədən hücuma keçəcək və o puzzle'ın da əsas hissələrindən də biri ki, mən keçmiş söhbəti unutdum, qeyd edim. Ali məqamlı rəhbərin yeni təyinatları da 6 komanda iki yeni təyin olmuşdur. Hansı ki, onlar haqqında bir veriliş ətraflı şəkildə danışmışdır. Bunların hamısı göstərir ki, İran hücuma hazırlaşır. İran çox böyük bir hücuma hazırlaşır. Formal da deyil, çox güclüdür, hər tərəflidir və hətta ola bilər ki, yeni yerlərdən yeni qüvvələr də zahir olub, bu Amerika və İsrail koalisiyasına qarşı hücumlar həyata keçirsinlər. Yaxın günlərdə olacaq və yaxın günlərdə gedişatın və olayların gərginliyi, sürəti və mahiyyəti də get-gedə artacaq. İnşallah bizimlə birgə olun, bunların hamısını bir də araşdıracaq. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Sağ olun.